Oturacaqları 6 və 24 olan bərabər yanlı trapeziyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Oturacaqları 6 və 24 olan bərabər yanlı trapeziyada biz əgər hündürlükləri çəksək buradan, bu 6'dır, burada 6 olacaq. 24'dən də 6'ın çıxdıq, 18, 18'i 2 yerə bölsək 9, 9 kənarları düşür. Və əgər bu trapeziyanın daxilinə biz çevrə çəkə biliriksə, deməli onun qarşı tərəflərinin uzunluqları cəmi bərabər olmalıdır. Yəni 6 ilə 24'ü toplasaq 30. Deməli yan tərəflər bunlara da A yazsaq, 2A'nın da cəmi 30'a bərabər olmalıdır. Buradan A bərabərdir 15 alırıq. Və Pifaqor teoreminə əsasən yaza bilərik ki, burada 15, bir də hipotenuz 15, katetlərdən bir də 9'dursa, deməli hündürlük, yəni h kvadrat bərabərdir 15'in kvadratı çıxılsın 9'un kvadratı, o da 225 çıxılsın 81. Bərabər olur 144'ə, 144 də 12'nin kvadratıdır. Deməli, hündürlük də 12'yə bərabərdir. Və bizdən trapeziyanın daxilə çəkilmiş çevrənin radiusu tələb olunur. Daxilə çəkilmiş çevrənin radiusu bu hündürlüyün yarısı qədər olacaq. Yəni 12 bölünsün 2 bərabərdir 6. Çünki hipotenuz dairə üçün həm də diametr rolunu oynamış olur. Daha doğrusu hündürlük çevrə üçün diametr rolunu oynamış olur.